Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı vətəndaşın konstitusion hüququnu pozub, Laçın rayon sakini Media TV Azmedia qrupuna müraciət edib ki, onun səsini ölkə rəhbərinə çatdıraq. Şəki şəhəri Yeni Çələbixan Köçkünlər qəsəbəsində məskunlaşmış Laçın rayon Çatoz kənd sakini Abdullayev Əbdül Nurqələmoğlu bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünəməşğulluq proqramı üzrə ailəmə verilmiş aktivlərlə bağlı yaranmış ciddi qanun pozuntuları, dövlət orqanlarının hərəkətsizliyi və vəzifəli şəxslərin şəxsi maraqlara söykənən qanunsuz davranışı nəticəsində konstitusion və inzibati hüquqlarımı pozublar. Şikayətçi vətəndaşı təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Şəki rayonunun Yeni Çələbixan Köçkünlər qəsəbəsində yaşayan Abdullayev Əbdül Nurqələmoğlu. Müraciətim onunla bağlıdır ki, Şəki rayonunun Məşğulluq İdarəsinin müdürü Abdullah Kərimovun haqqında yazdığım bütün məktublar əsası ilə sosial şəbəkə vasitəsilə bu adamın əməlləri ilə bağlı paylaşım etdiyimə görə Şəki rayonunun məhkəməsinə veribdir. Hörmətli qurumlar, mən Abdullah Kərimovun haqqımı tələb edirəm. Abdullah Kərimov məndən nə tələb edir? Hörmətli cənab prezident, siz 30 il ərzində Qarabağımızı işğaldan azad etdiniz. Şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində. Amma mən 2 il ərzində Abdullah Kərimovun haqqında yazdığım bütün məktublara cavab verilmir. Abdullah Kərimovun qardaşı da vəzifədə işlədiyinə görə bu iki qardaşın haqqında heç bir məmur tədbir görə bilmir. Mən hörmətli ölkə rəhbərim, sizdən artıq dərəcədən xahiş edirəm ki, məni Abdullah Kərimovun əsarətində xilas edəsiniz. Sizdən artıq dərəcədən xahiş edirəm mən.